Azərbaycan xalqını salamlayıram və böyük təhlükə haqqında xəbərdarlıq etmək istəyirəm. Bu ilin noyabr ayının 3-dən 6-sına qədər Azərbaycanda sayı 500-dən çox olan Siyonist Cühudların konferansı gözlənilir. Müxtəlif ölkələrdən Cühud ravirlərinin bu konferansda iştirakı nəzərdə tutulub. Doğma yurdumuzda qeyrətli kişilərin, dindarların, ruhanilərin, zindana şərlərin atılmasının pərdə arxası planı gün işığına çıxır. 75-80 il hələ ondan öncə Fələstinə Avropa ölkələrindən qovularaq, əmlakları, pulları, işləri əlindən alınaraq gələn dilənçi Cühudlar qonaqpərvər müsəlman Fələstin xalqına gəldikləri gündən olmazın qeyri-insani müsibətlər gətirdiyini bütün dünya xalqları son 2 illik Qəzza hərbində gördülər. Azərbaycandan 10 dəfə balaca işğal olunmuş Fələstin torpaqlarında Cühudların sayı 10 milyonu keçmişdir. Cühudların planı başqa ölkələrdə yeni qondarma İsrail dövləti yaratmaqdır. Artıq Cənubi Qafqaz ölkələrində, yəni Ermənistan, Gürcistan və Azərbaycanda hektarlarla torpaq sahəsi alan Cühudların Bakı konferansı Cənub Qafqazda tək bir Cühud dövləti təsis etməkdir. Bu region ölkələrində yəqin bilək ki, Cühudlara qul olanlardan başqa kimsə lazım deyil. Dünyada 15 milyon Fələstin xalqının yalnız 5 milyonu işğal altında olan Fələstində yaşayırsa, 10 milyonu dərbədiyardır. İllərdir ölkəmizin əhalisinin xaricə iş dalınca gedən kəsiminin müəyyən hissəsi artıq Cühudlara əvəz olmuşdur. Regionda baş verəcək Cühud fitnələri yerli əhalinin Cənubi Qafqazdan köç etməsinə səbəb olacağı qaçılmazdır. Əgər biz bu konferansa xalq olaraq etiraz etməsək, Cühudlar ölkəmizin və region Cühudların yaşayışı üçün əmin-aman olduğunu yəqin olacaqlar. Bilin ki, bugün qorxudan səsimizi çıxarmasaq, sabah qanımızı tökərək bizi sürgün edəcəklər. Hər iki halda təhlükə olacaq. Bir təhlükəyə qarşı gedərək kimliyimizi quruyacaq, digərini isə gözləyərək yox olacaq. Cühudlara yox deyək, ya vətənə vida edək. Seçim bizim öz ixtiyarımızdadır. Allah bizim aqibətimizi xeyirli etsin.